Stress bədənin təhlükəyə verdiyi təbii reaksiyadır. Çox vaxt səssiz başlayır. Uzun müddət davam edərsə, artıq bədən normal fəaliyyət göstərə bilmir. Daimi əsəbilik, konsentrasiyanın azalması, yaddaş itkisi, tez-tez yuxudan oyanmalar, yorğun olaraq, gərgin olaraq oyanmalar, qadınlarda menstrual pozuntular, əhval-ruhiyyənin dəyişməsi, ürəyin fəaliyyətinin zəifləməsi, ürək döyüntülərinin tezləşməsi, təzyiqin yüksəlməsi, damarların gərginliyi kimi fəsadlar yaradır. Stresslə yaşamaq məcburiyyət deyil. Bədənə yük olmadan onu dəstəkləyən yollar var. Ağır dərmanlar yox. Bədəni yormadan gündəlik həyatla uyğun olan yollar daha önəmlidir. Dəri yolu ilə dəstək stressli dövrlərdə bədənin ehtiyac duyduğu maddələrin sabit və rahat şəkildə qəbuluna kömək edir. Bu bir möcüzə deyil. Əslində çox rahat həlli var. Davamı növbəti paylaşımlarda yorumlarınızı gözləyirəm.